İsam ibn Müstələq bir şəxs idi, Şamlı idi. Gəldi, deyir, daxil oldum bir gün Mədiniyə. Dedim, Hüseyn ibn Əli kimdir? Əlinin oğlu kimdir? İmam Hüseyn ağanı göstərdilər mənə. Deyir, gəldi, bu dayandı ağanın qabağında, dedi, Əntə ibn Əbi Turab, sən torpaq atasının oğlusan, belə bir təhqiramiz formada, kiçiltmək məqsədi ilə. İmam da buyurdu ki, bəli, mən Əli əleyhissalamın oğluyam. Başladı ağzından çıxan nalayiq sözləri deməyə. İmam bir ayə oxudu. İndi kimə bu sözləri desən, necə olar? Dedi, xuzil affə və əmur bil urf. Allah Peyğəmbərə buyurub ki, əff elə, yaxşılığa dəvət elə. Bu baxdı, gördü ki, ağanı söyür, amma ağa buna ayə oxuyur. Özdə necə ayə? Yəni ki, səndən işim yoxdur. Mənə qarşı səhv elədin, amma mən səni keçirəm. Buyur görüm, sözün nədir? Bəlkə yeməyə möhtacsan, bəlkə qalmağa yerin yoxdur, bəlkə paltarın yoxdur, bəlkə pulun, qulluğundayam. Nə desən, mən qulluğundayam. Baxdı, gördü, ağa bundan başqa cür davrandı, peşmanladı. Ağa peşmanlığını görən kimi ayə oxudu ki, la təsribə aleykumul yevm. Bugün sizə heç bir məzəmmət yoxdur, peşmançılıq yoxdur. Yəğfirullah lakum və huvə ərhamur rahimin. Allah bağışlayandır, rəhm edənlərin ən rəhm edənidir. Bu ayə Həzrəti Yusuf Peyğəmbərin adına olan Yusuf surəsindədir ki, Yusuf Peyğəmbər bunu qardaşlarına oxumuşdu. Qardaşları biləndə ki, bu Həzrəti Yusufdir, artıq Yusufa qarşı bir zaman elədiyi o səhv hərəkətlərini xatırladılar, peşmanladılar. Yusuf Peyğəmbər qardaşlarının peşmanlığını görən kimi bu sözü dedi. Dedi, la təsribə aleykumul yevm. Heç bir işqalı yoxdur, heç bir məzəmməti yoxdur, eybi yoxdur. Narahat olmuyor. Yani bunların könlünü aldı. İmam Hüseyin aleyhissalam da Yusuf Peyğəmbərin bu sözünü oxuyur buna ki, heç narahat olma. Yenə sənin qulluğundayam. Buyur sözümü de. Elə sözüm bu idi ki, gəlin mənə bu cür sözlər deyəsən. Deyir, o məqsədlə gəlmişdim. Amma bundan sonra soruşsalar məndən ki, İsam ibn Müstələq yer üzündə ən əzəmətli, kəramətli insan kimdir? Fikirləşmədən deyərəm, Əlinin oğlu Hüseyndir. Yer üzündə ən kəramətli insan hal-hazırda Hüseyn ibn Əlidir. Ağa yaxşılıq eləyir, özü də elə insanlara ki, kəramətli adam belədir ya, mən bilsəm ki, ya bu mənə pislik eləyər, da yaxşılıq eləmərəm ona. Və yaxud da pisliyi görmüşəmsə, yenə yaxşılıq eləmərəm. Hədislər buyururlar, kəramətli insanlar bu cəhətdə fərqlənirlər. Onlar düşünmürlər, çünki yaxşılığı özlərinə eləyirlər, ona yox. Çünki Allah buyurur, in əhsəntum li ənfusikum. Yaxşılıq etdiniz, özünüzə eləmisiniz, ona yox. Sən fikirləşmə ki, mən sənə yaxşılıq elədim, sənə elədim. Allah buyurur, sən başqasına yaxşılıq eləyəndə özünə eləmisən. Bax, məsələni bu cür başa düş. Əgər insan məsələni bu cür başa düşsə, nə olar? Həmişə yaxşılığını davam elətdirər. Çünki fikirləşir ki, mən yaxşılığı ona yox, özümə eləyirəm. Bu, Allah mənə buna görə savab verir. Bilir ki, səhər bunun suyun kəsəcək. Amma bununla belə dua eləyir Kufə əhli üçün. Dünənləri dedik. Gəldilər, ya əmirəl müminin. Qıtlıqdır, yağış yağmır neçə vaxtı. Bir dua elə, namaz qıl, İmam Hüseyin aleyhissalamı çağırdı, buyurdu, oğlum Hüseyin, bir namaz qıl, dua elə, Allah bu qıtlıqdan, bəladan bizi qutarsın. Deyir İmam Hüseyin aleyhissalam, namaz qıldı, istisqa namazı, yağış namazı. Dua elədi və Kufə əhlinə su nazil oldu göydən. Başladı yağış yağmağa.